Bugün başlayan 19 yaşadək Avropa çempionatının 9 gün ərzində davam eləyəcək və bizim boksçularımız orada iştirak edir. Biz də bu haqda fikrimizi bildirəcəyik və boks mütəxəssisləri, boks həvəskarlarının fikri də bizim üçün çox maraqlıdır. Deməli, bugün ayın 13-ü yarışın ilk günüdür. Azərbaycan 4 boksçu iştirak eləyəcək. 1 qız, 3 oğlan boksçumuz. Deməli, 50 kiloda birinci Əli Əliyev döyüşəcək. O İtaliyalı Barano İmadla döyüşəcək. Deməli, ikinci döyüş Əli Baxışovun döyüşü çox maraqlı olacaq. Çünki onun rəqibi erməni Artur Abetyandır. Biz bu döyüşü qalib gələcəyimizə çox inanırıq. Çünki ermənilər bizdən heç vaxt rəqib ola bilməz. Və biz bu döyüşü qalib gəlib sevinməyimizə də ehtiyac yoxdur. Ona görə ki, ermənini udmaq bizim, necə deyərlər, durdun səhər-səhər necə ki su içirsən, yemək yeyirsən, günün rutinidir. Yəni, o da bizim üçün bir rutindir. Və 80 kiloda Renat Qiyaslı, deməli, rəqibi Gürcüstanlı David Mikatsedzedir. Onun adını deyə bilmirəm yenə də. Mikatsadze, bəli. 80 kiloda o boksçumuz döyüşəcək. Gülər Hüseynova, rəqibi isə yerli boksçu Natasha Lukisdir. İnşallah döyüşçülərimizə uğurlar və axşam bu döyüşlər haqqında daha geniş söhbət eləyəcəyik döyüşlərdən sonra. İnşallah ki, biz qələbələri müzakirə edərik. Düzdür, qələbə müzakirə olunmur. Ancaq qələbəni ona görə müzakirə edək ki, növbəti döyüş haqqında fikirlərimizi bildirək və idman mütəxəssisləri, idman həvəskarlarının fikri də bizim üçün çox maraqlıdır. Ən azından komandamıza birlikdə dəstək olmuş olaraq. Biz arzumuz odur ki, bu Avropa çempionatını ən çox dalğalanan bayraq, ən çox dinlənilən himn bizim olsun. Uğurlar.